1939-1945-ci illər dünya tarixində ən bahalı illər sayılır. İkinci Dünya müharibəsi dövründə sərf olunan vəsaitlər bunu deməyə tam əsas verir. Əvvəlki müharibələrdən fərqli olaraq Adolf Hitlerin başladığı müharibə həm özünə, həm də bütün dünyaya baha başa gəlib. Maraqlıdır, İkinci Dünya müharibəsində tərəflər nə qədər vəsait sərf ediblər, hərbi əməliyyatlara, ordulara nə qədər pul xərclənib, dağıntılar ölkələrə nə qədər ziyan vurub. Bütün bu məbləğləri dəqiq hesablamaq mümkün olmasa da ortaya təxmini rəqəmlər çıxarılıb. 60-dan artıq ölkənin cəlb olunduğu İkinci Dünya müharibəsinin miqyası o qədər böyük olub ki, hələ bu günə qədər də statistikada rəqəmlər tam bəlli deyil. 2019-cu ildə nüfuzlu beynəlxalq təşkilatların apardığı araşdırmaların son statistikalarına görə İkinci Dünya müharibəsi bütövlükdə müharibədə iştirak edən ölkələr üçün 15 trilyon Amerika Birləşmiş Ştatları dollarına başa gəlib. Bu məbləğ ayrı-ayrı ölkələrin milli valyutaların Amerika Birləşmiş Ştatları dollarına nisbətən olan bugünkü məzənnəsi ilə hesablanıb. Bu məbləğ müharibənin əsas iştirakçı ölkələri arasında təxmini aşağıdakı rəqəmlərlə bölünüb. Almaniya 4 trilyon, SSR 3 trilyon, Britaniya 1,8 trilyon, ABŞ 5 trilyon, Yaponiya 840 milyard. Bu xərclərə silah istehsalı və alışı, hərbi əməliyyatlara sərf olunan xərclər, orduların saxlanılması, dağıntıların vurduğu ziyan da aid edilib. Müharibə dövründə Almaniyanın milli gəlirinin 67,8, SSR-nin 55, ABŞ-ın 43,4, Britaniyanın 55,7, Yaponiyanın 49,7% hərbi büdcəyə köçürülüb. Ümumilikdə qələbənin əldə edilməsi üçün SSR və müttəfiqləri Almaniya və onun müttəfiqlərindən 180 milyard artıq vəsait sərf ediblər. Təkcə 1941-43-cü illərdə Almaniyanın SSR arasında apardığı hərbi əməliyyatlar zamanı dağıntılar 128 milyard dollar həcmində hesablanıb. Bütövlükdə müharibə dövründə SSR-nin 1710 şəhəri və qəsəbəsi, 70 min kəndi, 32 minə yaxın fabrik və zavodu, 65 min kilometr dəmir yol xətti dağıdılıb. Bununla da SSR-nin maddi sərvətlərinin 1/3 məhv edilib. Almaniya yalnız silahlanmaya 445 milyard dollar sərf edib. Onlar müharibə üçün 104 min təyyarə, 65 min tank, 174 min top, 82 min minamyot və digər hərbi silah, sursat istehsal ediblər. Hitlerin bu səxavəti sayəsində Almaniyada 1939-1945-ci illərdə inflyasiya 6 dəfə artıb. İkinci Dünya müharibəsində ABŞ-ın hərbi xərcləri 5 trilyon olsa da Amerika silah satışından qazanc da əldə edib. 1939-1945-ci illərdə ABŞ-ın xarici ticarət səviyyəsi 4,5 dəfə artıb. ABŞ hərbi xərclərinin əsas hissəsi atom layihəsinə yönəldilib. Britaniya üçün də İkinci Dünya müharibəsi maddi problemlər yaradıb. Müharibə ərəfəsində ingilislər 102 min təyyarə, 25 min tanka, 113 min minamyota, 48 min topa, büdcədən 49 milyard dollar sərf ediblər. Yaponiya silah sursata 41 milyard dollar xərcləyib.